Aha. Həm mən, həm ekran kaydı görünürük də. Təminə xanım, həm mən, həm ekran kaydı görünürük də. Bəli, görünürsünüz müəllimə. Uşaq Aha. ağlayır, səsi utanmıram ki, sizə mane olmasın. Hə, yo bildim. Sadəcə ekran bilmirəm. İndi məndə həmişə kimi göstərmir. Ona görə bilmirəm. Göründüm, görünmədim. Ona görə Mən soruşurdum. sizi görürəm, görsənirsiniz. Aha. Onda mən başlayıram. Hər birinizi xoş gördük əziz iştirakçılar. Ümid edirəm ki, hər şey yolundadır. Bugün 6-cı dərsimiz. Keçən dərs 5-6-nı birlikdə keçdik. Bugün 6-nı yenidən keçəcəm. Çünki Zoom-umuzun vaxtı bitmişdi keçən dəfə. Ona görə bugün yenidən 6-cı dərsi tam keçib 7-ci dərsə keçirik. Artıq 7-ci dərs yeni fəsil olduğu üçün ikinci hissə olduğu üçün artıq onu keçəcəyik. Burada bölmə 1 yazılacaq, amma ikinci hissənin birincisi olduğu üçün bölmə 1 yazılıb. Salam Gülnar xanım, xoş gördük sizi də. Aha. Deməli, bölmə 6 tətbiq və real layihələr. Təlimin sonunda hər bir iştirakçı öz planını təqdim edəcək. Bunu keçən dəfə dedim. İştirakçılar brend planını düzəldəcək yaradılışdan. İlk ağlındakı ideyadan tutmuş, logosundan, brendindən tutmuş, markasından tutmuş, ən son nöqtəsinə qədər, saat neçədən neçəyə qədər paylaşacağına qədər və hər şeyi, yəni ki, yaratmaq üçün bir markanı, brendi yaratmaqdan ötürü nə lazımdır? Hər birini planlı şəkildə telefona və yaxud da kağıza yazaraq onu nəqli şəkildə, yəni cümlə formasında səsləndirəcək. Və yaxud da mənə şəxsi də göndərə bilər. Mən onu artıq qrupda ekran kaydı formasında, ekran paylaşımı formasında göstərə bilərəm digər iştirakçılara. Ondan sonra mini tapşırıqlarımız olacaq. Bundan əlavə. Mini tapşırığımız nədir? Təlim boyunca öyrəndiklərinizi istifadə edərək öz brendinizi təqdim edin və qrupdan qısa rəy alın. Yuxarıdakını, bu təlimin sonunda edəcəyinizi planı mənə deyəcəksiniz, təkcə mən bildiriş verəcəm buna. Amma bu aşağıdakı mini tapşırığa isə qrupdakı digər iştirakçılar reaksiya verəcək. Yəni ki, məsəl üçün bu təlimlə nə öyrəndiniz, öyrəndiklərinizi necə tətbiq etdiniz və yaxud nəyi başa düşmədiniz. Məsəl üçün başqa iştirakçı başa düşübsə, onu məndən əvvəl o izah edə bilər, izah edəcək. Yəni ki, həm o bir-biriniz üçün alışdırma olacaq, həm praktika olacaq, həm də ki, siz də bilmədiklərinizi o qarşı tərəfdəki insandan öyrənə biləcəksiniz. Ondan sonra həm özünüz motivasiya edici sual hazırlayacaqsınız, həm də bu suala cavab tapacaqsınız. Bu təlimdən sonra brendinizdə ilk konkret addımınız nə olacaq və niyə olacaq? Məsəl üçün, bu təlimdən sonra ilk logonuzu mu seçəcəksiniz, yoxsa ilk adınızı mı seçəcəksiniz? Məsəl üçün, buradakı xanımlarımızın bir çoxu adını da seçib, logosunu da seçib və nəyə görə seçdiyini də artıq şuurlu şəkildə bilir. Biri var, həvəslənib, həvəsə gəlib, bir aya, 15 günə o həvəsin keçməsi, motivasiyanın itməsi. Amma burada artıq məqsəd varsa, hekayə varsa, artıq o motivasiyanın, istəyin, yəni həvəsin keçməməyidir. Bu artıq iradəli şəkildə seçimdir. Ondan sonra siz nümunələr çəkəcəksiniz. Məsəl üçün, real həyatdan bir brendin ilkin planla necə uğur qazandığını izah edəcəksiniz. Yəni ki, sizin sahəyə uyğun və yaxud da sizin sahəyə uyğun olmayan bir başqa brend sahibinin öz şirkəti, öz brendi haqqında məlumatları qeyd edib, onun planını cızıb artıq bizlə paylaşacaqsınız. Məsəl üçün, belə fikirləşin, o həmin brendin, həmin markanın bir meneceri kimi bir aylıq menecer tutalım, praktikada işləyirsiniz həmin markada.
hər gün saatların qeyd edəcəksiniz ki, nə vaxt paylaşım elədi, hansı saatda paylaşımı daha çox tutdu, neçə saat müddətində paylaşdı. Məsələn, 30 dəqiqəlik mi paylaşdı, 2 saatlıq mı paylaşdı, 5 dəqiqədən 8 dəqiqəyə qədər mi paylaşdı? Yəni ki, hər bir o həmin səhifəni, hər bir detalını öz səhifəniz kimi izahın yazaraq qeyd edərək artıq onu siz mənlə və digər iştirakçılarla bölüşəcəksiniz. Yəni ki, və o məsəl üçün ilkin çətinliklər nə oldu, hansı çətinliklərdən keçdi və yaxud da heç bir çətinlik olmadan nələri etdi, nəyi etdi ki, çətinlik yaşamadı, ilk paylaşımdan o rəsmən markasını tanıtmağa başladı, iştirakçılar, yəni abunəçiləri, takipçiləri çox olmağa başladı. Yəni ki, onların hamısını bir menecer olaraq, o həmin şirkətdə, həmin markada, brenddə işləyən biri olaraq qeyd edəcəksiniz və o qeydlərinizi bizimlə bölüşəcəksiniz. Ondan sonra burada aşağıda da o həmin izahatı yazmışam. Yəni ki, burada həm nəzəri, həm praktiki bilgilər olacaq, həm də ki, həyatdan nümunələrlə işləyəcəyik. Məsəl üçün, psixologiyada belədir ki, həm nəzəri olur, həm praktiki olur, həm də ki, seanslar üzərində olur. Yəni ki, bu praktiki ilə seansları mən ayırt edeyim. Praktiki biz özümüz, məsəl üçün, biz filmlərə baxaraq bir digər psixologların, yəni ki, biraz daha bizdən həm rütbəcə, belə izah edeyim, rütbəcə böyük olanlardan, həm yaşca böyük olan, həm savad dərəcəsində, yəni ki, bir pedaqoq kimi olanları, belə deyim, nümunə götürərək onların etdiyi yanlışları və doğruları müzakirə edərək öz aramızda qrup şəklində, 10-12 nəfərlik qrup şəklində müzakirə edərək artıq oradan biz praktiki şəkildə nümunələr götürmüş olacaq və nəticələr əldə edirik. Amma seanslara qoşularaq praktika əldə etmək odur ki, bizim o həmin müəllim, yəni psixoloq müəllimimiz, təlimçimiz bizi özü seans keçdiyi zaman o seansda olan insan əgər razılaşarsa, biz onun yanında könüllü şəkildə o həmin seanslarda iştirak edərək biz heç bir fikir bildirmirik. Yəni, heç bir şeyə qarışmırıq, səsimiz çıxmır, sadəcə bir kənarda oturub seansın necə keçdiyim və o seansda qarşı tərəflə necə davranmaq lazımdır, o qarşı tərəf onunla necə davranmalıdır, onların hamısını biz dəftərdə qeyd edərək, yenə də deyirəm, heç bir müdaxiləsiz, yəni qarşı tərəfdən sanki biz görünmürük, eləcə bir qıraqda otururuq. İndi buradakı nümunə, mən dediyim nümunə, indi bu Markol təliminə qaydaq, SMM kimi olaraq, buradakı təlimdə siz həm praktiki nümunə o səhifələrdən gördüyünüz sizin sahəyə yaxın və yaxud tamam əks sahədə ola bilər, sizin hansı asan və rahat gəlirsə onu taparaq, o səhifəni araşdıraraq bu praktiki nümunələri istifadə edəcəksiniz. Amma bir də var seans praktikası, yəni gerçək həyatdan olanlar isə budur. Bir dəqiqə mən onu tapım. Aha, bu. Bu təlimdən sonra ilk konkret addımınız nə olacaq brendinizlə bağlı? Bu artıq real həyatdan təcrübədir. Biri var praktika, biri var təcrübə. Budur. Bu, bir dəqiqə mən onu itirim, hə. Bu olan təlim boyunca öyrəndiklərinizi istifadə edərək öz brendiniz haqqında təqdim edin və qrupdan qısa rəy alın. Bu praktikadır. Yəni, online da olur, əyani də olur bu praktika. Amma əsas bu biri həyatdan götürülməlidir. Motivasiya edici sual. Ondan sonra artıq bu həm də psixoloji hazırlıq mərhələsi idi. Çünki insan həm psixoloji hazır olmalıdır, həm motivasiyası yüksək olmalıdır ki, o təlim, o işi, hər hansısa bir işi düzgün şəkildə idarə edə bilsin. Lap tutalım, markanızı qurdunuz, brendinizi yaratdınız, psixologiyanız, iradəniz güclüdür, amma motivasiyanız yoxdur, yaratdınız və yaxud da vaxt ayıra bilmirsiniz, vaxt ayırmağınız gəlmir, belə deyim. Onu artıq yaratsaz da, iş getsə də, necə deyim, çox tanınmayacaq. Çıxar,
qoyduğunuz məbləği çıxardacaq, amma daha çox qazandırmaqdan ötürü daha çox məşğul olmaq lazımdır. Yəni ziyan etməyəsiniz, kar çıxardasınız oradan sadəcə daha irəli, daha çox qazanmaq üçün, məsələn, qoyduğunuzun 2 qatını çıxartmaq üçün daha çox işləmək lazımdır. 3 qatını çıxartmaq üçün lap işləmək lazımdır. Ona görə yəni ki, bizə əsas bu 6 dərs ondan ibarət idi ki, biz necə davamlı olaraq motivasiyamızı saxlayaq. Aha, bunun keçən dəfə izahını etmişdim. Bu mənim haqqımda, bu heç. Niyə marka olmaq vacibdir? Çünki bu dəqiqə marka olmayan insanlara o qədər fikir vermirlər. Məsəl üçün, biz bir ən qısa nümunə ilə götürürəm, bir alış-veriş edən zaman aksesuar olsun, geyim olsun və yaxud salon olsun. Ən birinci biz nəyi axtarıq? Instagramın, TikTokun və ona uyğun nə səhifəsi varsa onu. Əsas aktiv səhifələr bunlar, əsas sosial şəbəkələr bunlardır deyə mən bundan nümunə gətirirəm. Baxırıq, ən çox yəni takipçisi aktivliyi Türkiyədə etkiləşim deyirlər. Etkiləşimi daha çoxdursa, biz onu seçirik. Çünki onunla daha çox insan yəni yorum yazıb cavab alırsa və yorumları yaxşıdırsa və izləyicilər məsəl üçün 10.000 izləyicisindən 5.000-i hər gün səhifədə paylaşımları bəyənirsə, görüntülənməsi varsa, yorum yazır və yaxud da o yorumlarına cavab alıb bir-birləri ilə danışırlar, diyalog qururlarsa, bu artıq deməli, əsl markalaşmış bir brenddir. Yəni ki, məsəl üçün, yeni açılmış səhifələrdən aksesuar və yaxud geyim və yaxud salon, həkim, psixoloq, onlarda əsas birinci takipçisinə, izlənməsinə baxırlar, az olanı seçmirlər. Çünki bilirlər, fikirləşirlər ki, bu yenidir, yeninin təcrübəsi olmayacaq və yaxud da yenini, nə bilim, necə yaranıb, dözümlülüyü nə qədərdir. Yəni, onun üçün marka ilə daha çox məşğul olmaq lazımdır. Bu 3 növ marka, brend növü var. Həm fərdi, həm sahibkar, həm də böyük şirkət. İndi siz əgər oradan gəlir əldə edəcəksinizsə, xırda-xırda gəlirlər əldə edəcəksinizsə, yəni qoyduğunuz məbləğdən, məsəl üçün, tutalım, reklamlara 500 AZM versiniz, nümunə kimi deyirəm məbləği, yəni hər kəs onu anlamasın, onu qəbul eləməsin. 500 verirsinizsə, 1000 qazanc əldə edirsinizsə, bu kiçik sahibkarlıqdır artıq. Çünki verdiyinizin 2 qatını qazanırsınız. Amma yox, 500 verib 5000 əldə edirsinizsə, bu artıq böyük şirkətə doğru getməkdir. Markanız artıq brendə çevrilir və irəliləməyə doğru gedir. Yox, əgər, bir dəqiqə, fərd olaraq da 500 verib, reklama 100-150 verib, 200, 250, 300 qazanc əldə edəndə bu artıq fərdi olur. Çünki o kiçik olur deyə yenə də deyirəm, kiçik olanda 500-dən aşağı olanlar kiçikdir, fərdidir. Amma 500-dən yuxarı olanlar kiçik sahibkar artıq daha yüksək olanlara və reklama daha çox ödəniş edib, reklamdan daha çox onun 2 qatını, 3 qatını, 5 qatını alanlar artıq şirkət yolunda irəliləyirlər. Və reklam elətdirməkdə yenə də deyirəm, əsas takipçi sayına baxmayın. Takipçi sayı nə qədər olsa da, o səhifədəki aktivliyə baxın. Yəni, onun 3 növü var. Bir, çox paylaşım edilməsi, yəni, gündə neçə dəfə paylaşım olunur, neçə saatdan biri olunur, sonra o paylaşımlar necə olunur, müddəti nə qədərdir, onlara baxılır. Ondan sonra nə qədər görüntüləmə alır, görüntüləmə və bəyəni. Əgər 10.000 takipçidən yenə deyirəm, 7-8 mini hər gün reaksiya verirsə, bu daha gözəl, bu səhifələrdə elətdirin. Amma yox, əgər 10.000 izləyicidirsə, 20.000, 30.000 baxışı, bəyənisi varsa, bu superdir, buna gözü yumulu razılaşın. Amma yox, əgər
10 mindirsə, hardasa 500-600 bəyənisi varsa, görüntüləməsi varsa, buna o qədər də pul verməyə dəyməz. Çünki azdır. 10.000 takipçidən, 10.000 izləyicidən YouTube-da belə bir qayda var ki, hər izləyicinin 10% qədəri bəyənir. Yəni, məsəl üçün 300.000 izləyici varsa, onun hardasa 3.000 qədəri təxmini görüntüləmə, bəyəni, yorum olmalıdır. Yəni, bəyəni deyirəm, görüntüləmə yox. Bəyəni ən azı 3000 olmalıdır və görüntüləmə tutalım ki, 30 mindirsə, mən qarışdırdım, üzr hesab eləyin, 300 minin 30 mini qədəri izləməlidir. 10%, çünki 30 min eləyir. 30 mini izləməlidir və onun 3 mini də bəyənməlidir. Çünki bu YouTube algoritmasında, YouTube kanalında, platformasında bu belə gedir. Yəni ki, 300 min izləyicidən 30 mini izləyir, 30 mindən də 3 mini bəyənir. O hardasa 3 min bəyənidən də hardasa nə bilim 1500 mini belə yorum, fikir bildirər, bildirməz. Yəni ona tam demirəm, amma orijinal olaraq 300 mindən 30 mini görüntüləməlidir. O 30 mindən aşağı 300-lə 30 min arasındadırsa əladır. Yox, 30 mindən aşağı görüntüləmədirsə o səhifəyə o qədər maraq salmağa ehtiyac yoxdur. Yəni yenə də reklam elətdirə bilərsiniz, sadəcə oradan gözlənti o qədər olası deyil. Ondan sonra mən markalı insanla markasız insanın da fərqini keçmişdim. Markalı insan sadəcə bacarıqları ilə tanınır, amma tez unudulur. Çünki onun, yenə də deyirəm, istinad mənbəsi yoxdur deyə ona çox güvən vermir. Çünki hər kəs, yenə də deyirəm, təcrübə istəyir. Təcrübə istədiyi üçün də o həmin öz, belə deyim, kiçik markasında, gözlə görünən markasında aktivliyi nə qədərdir ona baxır və o aktivlikdən, məsəl üçün, səhifədə indi baxırıq sosial medialara, həm aksesuar biznesi ilə məşğuldur, amma yanında gül çəkir, çiçək çəkir, nə bilim, quşları çəkir. Yəni, çəkib paylaşmaq olar. Sadəcə o səhifələri ikisini ayırmaq lazımdır və bir xət üzrə getmək lazımdır. Yəni, onu da edəndə artıq o belə markasız insan sayılır. Ondan sonra markalı insan bacarıqları ilə tanınır, yadda qalır və keçən dəfə burada deyəsən zoom bitmişdi. 3 növ əsas bu image deyəndə nə? Image, üslub və dəyərlər deyəndə nə nəzərdə tutulur? Image bədən dili, üslub natiqlik və dəyərləri də şəxsi inkişaf. Bu 3, yəni elmi dillə izah eləyəndə image bədən dilidir, üslub natiqlikdir və dəyərləri isə şəxsi inkişaf. Bu üç təlimi bitirdikdə artıq 3 təlimi bitirdikdən sonra yeni qoşulmaq istəyən var idi. Ona görə fikrim çaşdı. Neysə. 3 təlim bitirdikdən sonra artıq tam profesional şəkildə marka yaratmağa hazırdır. Sadəcə onu rəsmiləşdirmək yox, gerçəkləşdirmək lazımdır. Rəsmiləşdirməyin o sonradan da rəsmiləşə bilər, problem deyil. Sonra təlimin əsas mesajı nədir? Yəni sloqanı nədir? Təlimin marka olmaq, özünü doğru və davamlı şəkildə təqdim etməkdir. Və siz də sloqan olaraq birinci, ikinci dərslərimizdə keçmişdik. Siz özünüzə sloqan seçməlisiniz. Yəni bunun məqsədi nədir? Qısa olaraq sizin o səhifənizə baxanda, markanızın səhifəsinə baxanda insanlar bilməlidir ki, nəyə görə bu səhifəyə müraciət etməlidirlər. Bu biznesin markasına müraciət etməlidirlər. Ona qısa özət yazacaqsınız, bir cümlə, maksimum 2 cümlə ilə. Ondan sonra markanın fəlsəfəsi nə deməkdir? Yəni, marka nə deməkdir? Ümumiyyətlə, fəlsəfə deyəndə bilirsiniz də, fəlsəfə məqsədi, məramı, nə üçün yarandığı, niyə yarandığı, bu nəyə xidmət eləyir, kimə xidmət eləyir. Burada da marka nə deməkdir, onun izahı.
Marka bir logo veya ad deyil. Keçən dəfə demişdim. Orada həm şəxsi hekayə olmalıdır, həm brendinizin hekayəsi olmalıdır, həm loqonuzun hekayəsi olmalıdır. Həm də ki sizə dəstək olan insanlarla yaşadığınız hekayələr, diyaloqlar olmalıdır. Məsəl üçün kiməsə getdiniz, müraciət etdiniz ki, reklam etdirmək üçün. O da ya vaxtım yoxdur dedi, ya məbləğdə razılaşmadınız və yaxud da sizin şirkətiniz, belə deyim, şirkətiniz, brendiniz, markanız onun tərzinə, onun səhifəsinin tərzinə uyğun gəlmədi, siz razılaşa bilmədiniz və onu bir elmi dilə, şeir formasına, yəni ədəbi dil formasında artıq siz onu səhifənizdə video çəkib mütləq onu dilləndirməlisiniz ki, yəni insanlar fikirləşsin ki, hə, hər şeyini bizlə bölüşür, deməli artıq bu insana güvənmək olar. Marka yaratmaq nə üçün lazımdır? Çünki insanlar məhsullar deyil, markalar seçirlər. Yəni ki, markanı seçmək nədir? Bir şey alarkən, məsəl üçün, alış-veriş edərkən markalardan alış-veriş olunur. Məsəl üçün, bir ikisinin adını çəkim. Elsi Vakikidir, Karacadır. Ondan sonra Türkiyədə var Qızıl Brilliant birlikdə olan üzüklər Zendi, yəni tak aksesuar. Zendi, sonra iPhone'dur. Zara'dır, Collins'dir. Yəni ki, bu seçili markalardan edirlər. Çünki niyə? Onların həm hekayəsi var, həm yaranma tarixləri əvvəldəndir, həm aktivlikləri var, həm də ki, məhsulları keyfiyyətlidir. Həm də ki, o reklam edənlər ilk başlarda üzləri açıq şəkildə, yəni ki, özləri görünməli formasında onu paylaşımlar ediblər. Lap üzləri görünməsə belə səsləri, yəni ki, özlərinə aid şəxsi bir şeyləri orada var. Ya əllərində tutub paylaşırlar, üzlərini göstərmirlər, ya üstündə danışıq eləyirlər, amma divarı göstərirlər. Yəni ki, özlərinin hissəsi olaraq bir şey görünməlidir orada. Ondan sonra burada da nümunəsi var. Məsəl üçün, telefon alanda mənə Samsung ver deyilir təbii olaraq. Çünki onun markasının adı artıq markalaşmış bir formadadır deyə onun harda yarandığına heç kim fikir vermir. Məsəl üçün, Koreya istehsalı telefon ver deyilmiş. Bu Koreya istehsalı və yaxud da filan yer istehsalı olan ancaq maşınlara aiddir. O da təmirə gedən zaman deyirlər. Çünki təmirə gedən zaman yenə də həkimə gedəndə biz hamısını sıralama ilə, bütün nümunələrlə dediyimiz üçün artıq təmir də maşının həkimi olduğu üçün ora hər bir detalını demək lazımdır. Amma telefon alarkən və yaxud da geyim alarkən biz məsəl üçün geyim alarkən demirik ki, Türkiyə istehsalı geyim ver. Və yaxud da hə, filan Türkiyə mağazasına getdik, filan istehsallı mağazaya getdik, filan ölkədən aldıq, deyirik, həmin mağazadan aldıq və filan geyim aldıq. Çünki o markalar artıq güvənilirdir, güvən yaradıblar. Ondan sonra davam edək. Marka çünki güvən yaradır və güvən yaratmaq üçün yenə də deyirəm, təcrübə vacibdir və orada insanlarla daim olaraq diyaloqlar vacibdir və insanlar özlərini, yəni marka sahibləri özlərini izah etməlidirlər. Anlatmalıdırlar ki, mənim məqsədim nədir, niyə görə bu markanı yaratmışam və yaxud da yaratmağa başlamamışdan əvvəl nə fikirləşmişəm.
Ondan sonra artıq bizim təlimimiz bugün bitdi. Biz indi sual-cavaba keçək. Əgər sual-cavabda bu dərsdən nə başa düşdünüz və yaxud da sizin brendinizin, markanızın planı nədirsə onu siz deyin, vaxtımıza qalıb biraz 10 dəqiqədən artıq var. Yəni belə izah edim. Buyurun, indi də siz dərslərdən başa düşdüyünüz qədər nümunələrlə markanızı izah edin. Keçən dəfə düzdür, qısa izahlar oldu, amma indi hər gün bir dərs keçdiyimiz üçün artıq bu dəfə də daha fərqli izahla. Aha, başlamaq üçün öz-özünüzə güc toplaya bilmirsiniz. Yəni ki, güc toplamaq üçün belə deyim, sizin əsas odur brendinizin fikri var ağlınızda. Siz çünki hər şeyi plansız, qarışıq şəkildə etdiyiniz üçün bir yol çəkməmisiniz. Təsəvvür edin, necə deyim, meşənin içindəsiz, yol yoxdur, hər yer meşəlikdə, amma oradan çıxmaq istəyirsiniz və yol tapa bilmirsiniz. Çünki meşə qaranlıqda vahiməli görünür. Onun üçün artıq siz özünüzə yol çəkməlisiniz və o yolu gəldiyiniz yerdə, necə ki meşədə izci kamplarında göstərirlər, daş işarələr qoyurlar, daş və yaxud da budaq filan yerə bastırırlar ki, qaydanda oranı tapa bilsinlər. Siz də məsəl üçün bir dəftər tutaraq 2 ay boyunca, indi bizim dərslərimiz 2 ay gedəcək, ki YouTube-dan keçmiş dərslərimizdən də izləyərək hər gün qeyd edərək sırayla. Birinci gün, məsəl üçün logonuzu oraya qeyd edəcəksiniz ki, logomu tapdım. İkinci, sonra həmin gün 2. Birinci gün birinci logonu tapdım. Birinci gün 2. Ad plus işarəsi. Ondan sonra 3. Hekayəsini yazdınız ki, məsələn, Mia Denim idi. Mia Denim də pişiyinizin adına uyğun cins geyimlərdir. Artıq ona bir plus işarəsi qoyacaqsınız. Ondan sonra 4-cü, orada qeyd edəcəksiniz ki, hansı bizneslə məşğul olacaqsınız, cins aksesuarlar, cins əşyalarla bağlı alışı satışı. Ondan sonra 6 yazaraq yazacaqsınız ki, 6-cı nə demişdik? 6-cı da orada artıq nə səssiz şəkildə, görüntüsüz şəkildə səsinizi paylaşacağınız. Artıq bizim 10 dəqiqəmiz başladı, 10 dəqiqə qaldığı üçün mən qısa izah verim. Yəni ki, onları qeyd edərək özünüzü yormadan, hər şeyi üst-üstə toplamadan, qısa-qısa. Məsəl üçün, indi bugün belə mən PDF formasında konspekt tutdum, burada görünür. Məsəl üçün, gün-gün böldüm. Burada birinci gün var, ikinci gün var, 6-cı gün. Bu, indi keçdiyimiz 7-ci gündür. İndi bu markanın fəlsəfəsi filan bura qədər. Şəxsi marka və biznes markası. Bura qədər artıq 7-ci gündür. Və siz də onu gün-gün yazaraq, məsəl üçün, orada başda yazacaqsınız ki, markamın birinci günündən markamın, nə bilim, şirkət yarandığı günə qədər. Birinci gün, ikinci gün, üçüncü gün, 100-cü gün, 120-ci gün, 365-ci gün, nə bilim, 400-cü gün belə qeyd edərək orada artıq yazacaqsınız və yazdıqdan sonra birinci gün, birinci nəyi tapdınız? Nəyə qərar verdiniz də öz ağlınızda təbii ki biləcəksiniz ki, birinci logonumu fikirləşdiniz, yoxsa hansı bizneslə məşğul olacağınızı mı, yoxsa adınızı mı? Yəni onu tapdıqdan sonra ora mütləq şəkildə yazın ki, beyninizdə heç biri hər şey bir-birinə qarışmasın.
İndi mən siz özünüz düşünün ki, mən bunların heç birini qeyd etməsəydim, bu 64 səhifəlik PDF kitab formasında qeyd etməsəydim, mən indi burada hər şeyi bir-birinə qarışdırıb artıq heç nəyi düzgün şəkildə ifadə edə bilməyəcəkdim. Hətta 45 dəqiqəlik dərs formatında belə keçə bilməyəcəkdim. Yəni onun üçün qeyd etmək çox vacibdir. Və tam sıradan dümdüz şəkildə qeyd etdikdən sonra, qeydlərinizi tutduqdan sonra artıq yavaş-yavaş paylaşımlara, birinci səsləndirmələrə keçəcəksiniz. Çoxlu cinsləri ya hansısa xarici videoları götürüb öz səsinizlə səsləndirərək, səsləndirmə edərək və yaxud da ilk olaraq evdə cins əşya varsa və yaxud indidən alıb bir obyekt varsa oradan mı sərgiləyəcəksiniz, oradan mı satış edəcəksiniz, indi onu bilmirəm, yoxsa onlayn olacaqmı, bilmirəm orasını, amma hansı format edəcəksinizsə evdə yanınızda mütləq və mütləq o loqonuzun şəklini, yəni markanızın loqosunu və adını mütləq şəkildə onu çıxarış etdirib o masanın üstünə qoymaq lazımdır. Ki insanlar həm göz yaddaşı ilə yadlarında saxlasınlar, həm də bilsinlər ki, əyani olaraq, yəni tək şəkil deyil də, bunu bir tık qabağa gedərək o şəkli çıxartdırıb qarşınıza qoyub, çünki ya öz görüntünüz görünməlidir, ya o loqonuzun şəkli görünməlidir. Amma mütləq şəkildə kamera bağlı olmamalıdır. Yəni kamera bağlı olduqda artıq insanlara güvən verməyəcək. Çünki kamera bağlı olanda bu insanlar görməlidir ki, kimdir, nədir. Bəlkə tamam uşaqdır, 10-12 yaşı var, gəlib marka qurub orada satış edir. Və yaxud da tamam heç o sahə ilə əlaqəsi yoxdur, o sahə üzrə təlimçilik edir. Yəni onun üçün o həmin sahə üzrə birinci çox gözəl mətn hazırlamalısınız ki, mən niyə bu öz hekayəniz yox, giriş mətni yazaraq ona da daha çox ədəbi üslub lazımdır və çoxlu təxəyyül lazımdır, fantaziya lazımdır ki, düşünsün, mətn yaratsın özündən və inandırıcı mətn olsun ki, insanlar seçim edəndə sizin səhifənizdə qala bilsinlər. Və maksimum 1 dəqiqə müddəti var. 1 dəqiqədən daha az. 30 saniyə idi deyəsən, yoxsa 3 saniyə idi, bilmirəm. Nəsə o qədər 30 saniyə deyəsən səhifənizdə insanlar qalıb o həmin videonun izlənmə müddətidir. Əgər 30 saniyə qədər izlənərsə, artıq yəni yüksək keyfiyyətdir. 50+1 belə deyim də. 1 dəqiqəlik videodursa 31 saniyə, 2 dəqiqəlikdirsə 1 dəqiqə 1 saniyə, 10 dəqiqəlikdirsə 6 dəqiqə filan belə izlənmə olanda artıq sizin səhifənizə marağın yaranması deməkdir. Ondan sonra nə qaldı? O qeydləri edəcəksiniz deməli. Sonra paylaşım saatları özünüzə seçəcəksiniz. Tam fərdi şəkildə özünüz onu qərarlaşdıracaqsınız. Çünki indi mən hansı saatda paylaşım edin desəm, ya sizin saat rahat vaxtınıza uyğun gəlməyəcək, iş saatlarınıza uyğun gəlməyəcək, ya da ki o paylaşdığınız saat sizin səhifənizin saatına uyğun olmayacaq. Yəni siz onu özünüz öz fikrinizdə uyğunlaşdırıb tapmalısınız. Və o həmin, necə deyim, yaratdığınız sosial şəbəkəni artıq siz indidən yaradın. Və yaxud da yaratmamışdan əvvəl dərsə başlayan zamandan yaratsaydınız daha yaxşı olardı ki, artıq biz 7 dərs deməli 1 ay 3 həftədir keçirik. Artıq gələn dərs 2 ay olacaq. 1 ay 3 həftədir keçdiyim, yox. Bir dəqiqə. 1 ay hələ gələn dərs olacaq. 1 ay müddətində sizin artıq səhifəniz rəsmi şəkildə aktivləşəcəyi üçün o vaxtdan yaratsaydınız daha yaxşı olacaq. Bredli üçün logo etiketləri necə əldə etmək olar? Etiketləri siz nə edirsiniz? Onlayn formada paylaşım, yoxsa
loqo yapışdırmaq, paltara, yəni həmin aksesuarların üstünə loqo yapışdırmaq. Onu siz özünüz siz özünüz loqo seçəcəksiniz. Yəni sizə dediyim şəkillərdən və yaxud da Təminə xanım kimi Anka quşunu seçdiniz. Pişiyinizin adına olduğu üçün özünüzdən onun şəklini karikatur formada yapay zəka ilə, yəni süni intellektlə hazırlayaraq onları da edə bilərsiniz. Bildim, başa düşdüm tikiş üçün. Onları sonra dizaynerə aparıb, məsəl üçün ilk olanda nə qədər sifariş götürəcəksinizsə, məsəl üçün 10 dənə, 15 dənə aksesuar sifarişi, aksesuar satışı etdinizsə, onu artıq sizə ödənişi etdikdən sonra siz onu dizaynerə aparıb, o həmin loqonuzu, o üstünə yapışdıracağınız etiketi, qiyməti, rəngi, markası, onların hamısını, yəni marka deyəndə takıdırsa, yəni sırğa, üzükdürsə, hopingdimi, gümüşdümü, yoxsa sadədirmi, stal, yəni staldırsa, onların artıq izahatların o balaca bu boyda vərəqlər olur. Onlara deyərsiniz dizayner yerində o qeydləri onun həmin dizaynerin WhatsApp-ına göndərərək artıq siz onu çıxardılmış fotokopi formasında, Xerox formasında əldə edə bilərsiniz. Onu Xerox-i bu dəqiqə hər yerdə edirlər. Sadəcə onu yenə də deyirəm ki, o sifarişi aldıqdan sonra elətdirin ki, onu etdikdən sonra əlinizdə qalmasın da, belə deyim. Yəni ziyana düşmüş olmayın. Amma bunu yenə də deyirəm, onu üstünə tikmək üçün siz onu özünüz birinci onu tapmalısınız, dizayn eləməlisiniz. Dizayn üçün Canva-dan da istifadə edə bilərsiniz. Süni intellektin özünə də yaza bilərsiniz. Dəri tipli olur, çantalara tikilir. Onu artıq nəyin üstünə istəyirsiniz? Bir dəqiqə. Nəyin üstünə istəyirsiniz, yapışdıra bilərsiniz. Yapışqan formasında yapışqanları alıb, o artıq dəriləri, onu mən bilmirəm, onu dərzilər yaxşı bilir. Ona görə onlardan soruşaraq onların üstündə yapışdıra bilərsiniz. Və yaxud da hər hansısa bir dərziyə apararaq ki, mənim bu var və mən buna düzəltdirmək istəyirəm. Yəni onu daha çox, necə deyim, aksesuar mağazalarından, aksesuar səhifələrindən və yaxud dərzilərdən soruşaraq, lap kserokopiya yerinlərindən, Xerox-lərdən də soruşaraq bilmək olar. Çünki mən onun artıq istehsal mərhələsini bilmədiyim üçün, yəni başım çıxmır ondan, belə deyim. Buyurun, siz sağ olun. Amma yenə də deyirəm, əsas özünüz birinci planı qurun. Addımlarınızı bir mərhələlərinizi yazın. Ondan sonra loqonuzu tapın, profil şəkli. Yəni loqonuzun şəklini tapın. Ondan sonra artıq bu o həmin aksesuarların üstünə nə yapışdıracaqsınızsa, nə